Doktor, AI-dan soruşduq ki, məndə miyom var. Bu sonsuzluq yarada bilər? Cavab isə belə oldu. Hər miyom sonsuzluq yaratmır. Əgər miyom uşaqlığın içinə yaxın və ya böyükdürsə, bəli, hamiləliyə mane ola bilər. Cavab nə qədər doğrudur? Süni intellektin sağlamlığı ilə əlaqəli verdiyi cavablar ümumiləşdirilmiş cavablardır. Konkret sizə aid olan problemin həlli yollarına əlaqəli cavab deyil. Hələ də süni intellektin biz həkimlərin işimizi əlimizdən almamış olmasının əsas səbəbi odur ki, biz insanlarla emosional bir əlaqə qura bilirik, həkimlər olaraq, insan olaraq yəni və bizim xəstələr üçün təqdim etdiyimiz müalicələr, diaqnostika üsulları və yaxud da bizim xəstələr üçün təklif etdiyimiz müalicə protokolları onlara uyğun individual bir yanaşmadır. Hər miyom xəstəsinin əməliyyata ehtiyacı yoxdur. Sualın da cavabına gəldikdə, bəli, doğru cavab verib. Hər miyom xəstəsində sonsuzluq olacaq deyə bir qayda yoxdur. Miyomun ölçüləri, yerləşdiyi yer, uşaqlığın hansı nahiyəsində yerləşdiyindən asılı olaraq və qadının təbii ki, yaşından və digər problemlərindən asılı olaraq sonsuzluq olub-olmayacağı təbii ki, araşdırılır və o xəstəyə uyğun bir cavab vermək lazımdır. Hər miyom sonsuzluq yaratmaz və hər miyom da əməliyyat edilməli deyil. Yəni biz qarşımıza gələn hər miyom xəstəsini əməliyyat namizədi və yaxud da invaziv bir prosedur namizədi kimi görmürük. O xəstəyə uyğun olaraq onun problemlərini aradan götürmək üçün nə lazımdırsa ona yönləndiririk xəstəmizi öncəliklə.